namazı ilə, orucu ilə, bir adam yeyib içməyi ilə öyünür. Bu yaxşı oğlandır, yeyib içən oğlandır. Amma elə deyil, yaxşı oğlan bilirsiniz kimdir? Yaxşı oğlan o Ramazan ayında vacibi günlərdə oruç tutan adamdır. O yaxşı oğlan odur, yaxşı insan odur. Yaxşı insan o deyil ki, Ramazan ayında yeyib içə. Və cəmaət də bunu tərifləyir ki, bu yaxşı yeyib içən adamdır. Yox. Qoy desinlər ki, bu yaxşı oğlandır, yaxşı cavandır, yaxşı insandır. Nəyə görə? Çünki yaxşı ibadət eləyə bilir. Yaxşı namaz qıla bilir. Yaxşı oruç tuta bilir. Yaxşı məscidə gedə bilir. Bugün cəmiyyət içərisində çox yerlərdə bunu biz müşahidə eləyirik. Dünyanın çox yerində var. Məsələn, bugünün gənci nə ilə öyünür? Bugünün cavanı nə ilə öyünür? Hətta bugünün cavanına məsələn o şeylər olmasa qız vermirlər. Onun məsələn malı, mülki filanı olmasa qız vermirlər. Və yaxud da evlənmir. Nəyə görə? Çünki bu özünü məhrum insan hesab edir. Amma dində elə deyil. Dində buyurur, İmam Həsən ağanın yanına bir nəfər gəldi. Dedi ki, ya ibnə Rasulullah, qızımı kimə verim? Dedi mömin insana. Görün, gör, nə gözəl düsturdur, qaydadır İmam Həsən ağa dedi. Dedi, elə bu qədər. Dedi, mömin insana ver. Demədim, malı, mülkü çox olan insana ver. Bəzən cahiliyyət o həddə çatır ki, yolunu azmış cahil birisinə götürür, qız verir və müəyyən bir müddətdən sonra görsən özü peşman olur. Nəyə görə? Axı, insan əvvəldən niyə bilmirdi bunları? Bilirdi, sadəcə meyarları səhv salıb, xeyri səhv salıb. Elə bilir ki, bunun varı, dövləti var, bu xeyirli insandır. Yox, imanı varsa xeyirli insandır. İmam Həsən ağa buyurur. Özü də sübut eləyir İmam Həsən ağa. Sözü belə demir ki, çıxsın, geçsin. Dedi, ağa, mömin adama. Dedi, bəli, bir adamın ki, mömindir, imanı var, elə kifayət eləyir ki, imanına baxıb ona qız verəsən. Dedi, ağa, bunu biraz mənim üçün aç. İmam Həsən əleyhissalam buyurdu ki, qızın iki haldan xaric deyil. Ərə getdi o möminə, ya yaxşı olacaq, ya pis olacaq. Elədir də, dedi, bəli. Dedi, əgər qızın yaxşı olsa, o mömin daxı, bunun qədrin biləcək. Mömin, yaxşı qızının və yaxşı həyat yoldaşının qədrin biləcək və şükür eləyəcək Allaha. Hədislərdə var ki, buna görə Allaha şükür eləyin. Və ikinci, əgər qızın birdən pis oldu, bədxasiyyət oldu, kobud davranan birisi oldu, yaxşı olmadı, ailəsinə, uşağına qarşı yaxşı olmadı, o mömin daxı buna səbr eləyəcək. Bax, fikir verin, İmam Həsən əleyhissalam buyurur, qız bu möminə ver, bu qədər, bəli, bu qədər. Əgər mömindirsə, qızın yaxşı olsa, qədrin biləcək, pis olsa, səbr eləyəcək. Niyə görə? Çünki imanın iki qanadı var. Biri şükürdür, biri səbirdir. O da mömində. Mömin adam səbirlidir və təşəkkür eləyəndir. Qızın da yaxşı olsa, təşəkkür eləyəcək, qədrin biləcək. Pis olsa, səbr eləyəcək. Yəni, hər halda boşanma olmayacaq. Görün, İmam Həsən ağa ailə üçün nə cür gözəl düstur, qayda bizə təklif eləyir.